daha bir transfer hədəfi Qarabağın Klovisdir, hamımıza tanış simadır. Yay fasiləsində transfer pəncərəsinin son gününə qədər Qarabağ Klovis üçün mübarizə apardı, heyətə cəlb etməyə çalışdı. Hətta mətbuat konferanslarının birində Qurban Qurbanovun da açıqlaması vardı ki, bəli, diqqətimizdə, marağımızda olan futbolçudur. Elə Klovisin gəlməməsinin də səbəbi həmin o təzminat məsələsi oldu ki, daha çox pul istəyirdilər. O dönəm nəzərə alaq ki, Qarabağ Çempionlar Liqasına gedirdi və tələbat daha çox idi. Qarşı tərəf Portuqaliya klubu bunu bir fürsət bilib daha çox qazanmaq istəyirdi. Alınmamışdı. Bildiyimiz qədər Qarabağ yenidən Klovisi gündəliyinə, transfer gündəliyinə alıb. Artıq danışıqlar gedir. Amma heç də asan olacağı görünmür Ahmet. Klovis hazırda çox formada olan bir futbolçudur. Bayaq bir məqamı qeyd etdin. Qarabağın hücum xəttində çıxış edən futbolçuları saydın. Endlovusu olsun, Juninho'su olsun. Elə eyni tipli futbolçu. Bəli, Reynaldosu olsun. Ona gəlməyə çalışırdım. Hücum xəttində taran tipli futbolçular, təzyiq etməyi bacaran futbolçular rəqib müdafiə xəttinə. Düşünürəm ki, Klovis də o tipdə, o stildə bir futbolçudur. Hətta Juninho ilə bir bənzərliyi olduğunu deyərdim aşağı-yuxarı. Sanki elə adlar fərqlidir. Eyni tipdə, eyni stildə və hətta bunun Klovisin məhsuldarlığı daha çoxdur. Necə düşünürsən, qış transfer pəncərəsinin bombası adlandırmaq olarmı Qarabağ əgər niyyətinə, məqsədinə çatsa? İndi gəlin mən sizə maraqlı bir faktlar açım. Mən bundan öncəki futbolçunun Diouf'un klubu barəsində bir o qədər də məlumatım yox idi. Amma Portuqaliya futbolunu çox yaxşı bilirəm. Mənim ilk dəfə Portuqaliyada, belə deyək də, transfer danışığım eləməz Klovisin klubu olub Akademika Viseu. Hətta mən o şəhərdə də olmuşam, təxminən 3 gün. Biz onlarla danışdıq, Qəbələdən sonraki, Qəbələdən artıq, belə deyək də, müqaviləm bitmişdi və Portuqaliyaya yollanmışdım. İlk transfer təklifini mənə məhz Akademika Viseu eləmişdi. Hətta mən o şəhərdə 3 gün qalmışdım da. İkinci liqada çıxış edirdi. İkinci liqada çıxış edirdi. Uzun müddətli komanda ikinci liqada çıxış edir. Akademika Viseu. Sizə danışıram 2013-2014 mövsümündən. 2013-2010 ildən əvvəl. İndi məsələ nədir, xana oğlan? Məsələ ondan gedir ki, Klovisin oynadığı klub Portuqaliya 2-ci liqasında maliyyə dayaqları ən yaxşı klublardan biridir. Yəni, belə deyək də, bu komanda artıq neçə illərdir çox böyük pullar xərcləyir, çempion olub Portuqaliya əsas liqasına vəsiqə qazansın. Düz Portuqaliyanın mərkəzində yerləşir bir də, yəni Viseu şəhəri, balaca bir şəhərdir. Yəni, çox belə gözəl infrastruktura malikdir, onu da qeyd edeyim. Və bu klub artıq neçə illərdir Portuqaliya Premier Liqasına vəsiqə qazanmaq üçün böyük pullar xərcləyir. Hətta keçən mövsüm bu komandanın baş məşqçisi ötənlərin Portonun və Portuqaliya millisinin məşhur futbolçusu Jorge nə idi, familiyası yadından çıxdı və onun dövründə komandanın büdcəsi səhv eləmirəmsə, hətta Portuqaliyaya görə rekord səviyyədə idi və onlar liqanın 5-ci, 6-cı sırada bitirdilər. Hətta mən olan dövrdə belə klubun Portuqaliya, yəni 1-ci liqası üçün çox yaxşı, belə deyək də, maliyyə dayaqları var idi. İndi söhbət niyə bunları deyirəm? Təbii ki, Klovisi almaq, əgər Qarabağın bugün də bu futbolçu üzərində, belə deyək də, yenidən transfer hərəkatı varsa, bu futbolçunu almaq çox çətin olacaq. Çünki onlar hal-hazırda Premier Liqaya çıxmağın, belə deyək də, o hədəfləri var və ən önəmli oyuncularından biridir. Yəni, məncə onlar istədiyi pulu almayacaq, onlar Qarabağa buraxmayacaqlar futbolçunu.